yazılı mənbələr və Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar Cənubi Qafqazın ümumi etno-mədəni varlığının təyin edilməsi baxımından olduqca əhəmiyyətlidir. Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir silsiləsindən Professor Kamran İmanovun rəhbərliyi ilə Əqli Mülkiyyət Agentliyinin nəşr etdiyi Erməniçilik uydurmaları digər xalqların hüquqlarına xələl gətirir başlıqlı əsərində erməni tarixinin atası sayılan Moisey Xorenskinin Haylar tarixinin uydurma tarixçəsindən geniş bəhs olunur. Əsərdə vurğulanır ki, hər bir sonluq onun başlanğıcından asılıdır. Erməniçiliyin saxtakarlıqları da Moisey Xorenskidən başlanır. Müəllif qeyd edir ki, xalqlar tarixinin atası kimi tanınan Herodotun eramızdan əvvəl 5-ci əsrdə tərtib etdiyi tarix əsərinin 100-cü fəslindən 103-cü fəslinə qədər olan hissə Midiya və Massagetlərə həsr olunur. Bu tarixi məlumatlar folklor nümunələri üzərində, yəni Astiaq və Tomris rəvayətləri əsasında qurulur. Erməni tarixinin atası kimi tanınan Moisey Xorenski isə 1000 il ötəndən sonra 5-ci əsrdə özünün erməni tarixində elə həmin hadisələri başqa məna verməklə təsvir edir və bunları da hər şeydən əvvəl hay, erməni xalqının həyatında tarixi mərhələ və onun qonşu xalqlara qarşı qəhrəmanlıq qarşıdurması kimi təqdim edir. Güya söhbət Ermənistan tarixində baş vermiş hadisələrdən gedir. Astiaq haqqında sujet uydurulmuş hadisələrlə tamamlanır və erməni obrazları ilə təhrif edilir. Astiaqla yanaşı bura erməni çarı Tigran və onun bacısı da daxil edilmişdi. Tomris haqqında əfsanəyə münasibətdə də təxminən belə bir saxtakarlıq həyata keçirilir. Burada da türk dilli massagetlər başqa etnosla əvəz edilir. Çar Kir isə erməni çarı Artaşeslə dəyişdirilir. Göründüyü kimi Astiaq əfsanəsi erməniləşdirilmiş variantla saxtalaşdırılır və mövcud olmayan Tigran və Əjdaha adlı əfsanə yaradılır. Elə bu cürdə Tomris əfsanəsi Artaşes və Satinik əfsanəsi ilə dəyişdirilir və təhrif yolu ilə mövcud olmayan əfsanələr yaradılır. Həmin əsərə istinad edərək Kamran İmanov qeyd edir ki, 1986-cı ildə Ermənistan Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu tərəfindən hazırlanmış və Sovetakan Qrox nəşriyyatında çapdan çıxan Ermənistanın orta əsrlər ədəbiyyatı kitabında yazılır. Tarixi həqiqət axtarışında vətəndaşlıq cəsarəti və sağlam düşüncə nümayiş etdirərək, müəllif İncilin nüfuzunu belə əhəmiyyətli saymır. Erməni tarixinin qədim dövrü nə qədər dərindən və diqqətlə öyrənilirsə, bir o qədər də Xorenskinin dırnaqarası elmi düzgünlüyünü təsdiq edən faktlar üzə çıxır. Xalq fantaziyasının ən qiymətli incilərinin, qədim erməni folkloru əsərlərinin, daha doğrusu Tigran və Əjdaha, Artaşes və Satinik haqqında uydurma əfsanələri Xorenskinin bacarıqla ora daxil etməsi bu hekayəyə özünə məxsus xüsusiyyət verir. Erməniçilik uydurmaları digər xalqların hüquqlarına xələl gətirir əsərində Professor Kamran İmanov göstərir ki, Moisey Xorenskinin Hayların tarixində dırnaqarası qurduğu İncilin erməni variantı və fırıldaqlarının məkirli niyyəti onun tərtib etdiyi xalqlar cədvəlində belə təsvir olunur. Tarqomun nəslinin göstərilməməsindən istifadə edərək Hayk və Armenak fantomları mifik personajlar kimi təqdim edilir. Tarqom, yəni Homerin oğlu, Homerin nəvəsinə çevrilir. Tiras, Yafətin oğlu olduğu halda Homerin oğlu, Yafətin isə nəvəsi kimi göstərilir. Bəs bu fırıldaqların məqsədi nədən ibarətdir? Tədqiqatçı alim bu suala belə cavab verir. Fantomlar Hayk və Armenak vasitəsilə Hay-Armen varisliyini göstərmək, yəni ermənilər Hayların törəmələridir və burada məqsəd Hayların
ermənilər adlandırılmasına əsasın olduğunu qeyd etmək. İncilin nüfuzundan istifadə edərək Tirasın, Friqlər nəslinin Homerin oğlu kimi qohumluq yaratmaq və bununla Balkanlardan Kiçik Asiya ərazisinə birgə gəlmələrini təsdiqləmək. Tirasın Aşkenaz, yəni Saklar nəsli ilə qardaş olması vasitəsilə Hayların uydurulmuş ilk Skaordi, Sak nəsli çarına bəraət qazandırmaq və 5-ci əsr tarixçisi Koryunun Hayların Askanazyan, yəni Aşkenaz boyundan olmasını təsdiqləməyə çalışmaq. Friqlərlə qohumluğu saxlamaqla, Sakların və Türklərin kökü ilə saxta qohumluq yaratmaq. Qədim mətnlərdə və klassik mənbələrdə aparılan araşdırmalarda gəlinən nəticə erməni tarixşünaslığının başlıca tezisinin ifşa edilməsidir. Professor Kamran İmanov qədim mətnlər üzərində apardığı araşdırmalar zamanı müəyyən edir ki, qədim Yunan mənbələrində Arima termininə rast gəlinir. Arimoi, Yunan mifologiyasındakı varlıqlardır. Bu məkan yerin altındadır. Zevsin və digər olimpiya tanrılarının rəqibi olan Tifonla əlaqəli ölkə və ya yerdir. Homer İlyadada buranı Arimoi ölkəsi, Tifon yatağı adlandırır. Digər qədim Yunan şairi Hesiod isə Tifonu Arimada kimi göstərir. Və sonraki qədim Yunan şairi Pindar Tifonun Kilikiya mənşəli olmasına əsaslanaraq qeyd edir ki, Tifon məhz burada, Arimoilər arasında Zevs tərəfindən öldürülüb. Buna əsaslanaraq tarixçi Kalistenes Arimoi torpağını Arimoi və Arima dağlarında, Kalika çayı və Korikiyan mağarasının yaxınlığında olduğunu göstərir. Məşhur coğrafiyaşünas Strabon da coğrafiya əsərində Homerin Arimoi və Hesiodun Arimasının mümkün ola biləcək yerləri üzərində dayanaraq Kilikiyanı işarə edir. Qədim zamanlarda Kilikiya torpaqları mənşəyinə görə Turanlıların beşiyi sayılıb və Hatların mirası olub. Təsadüfi deyil ki, bir çox qədim alimlər Yunan miflərində Tifon və Het mifologiyasında Olikumi ilə bağlı xeyli sayda analoqlar görürlər və bu miflərin ilkin olaraq Hattilərə aid olduğunu, Hetlər tərəfindən fəth edildikdən sonra mifologiyaya daxil olduqlarına inanırlar və daha sonra bu Yunanlar tərəfindən qəbul edilən Hesiodun Teogoniyasında, həmçinin digər antik Yunan abidələrində öz əksini tapır. Yəqin ki, qədim Kilikiya torpaqlarında müasir Türk bölgəsi olan Karamanda hələ də Ermenek adlı bir şəhərin olması heç də təsadüfi deyil. Araşdırmalar zamanı məlum olur ki, Bistun yazıları 3 dildə yazılıb. Burada ölkənin adı qədim farsçada Urartu, elam dilində Armina, Arminiya, Akkadca mətnində isə Urastu kimi keçir. Daranın yazılarında Arminiya, Arminiyar və Uraş ta sifətindən də istifadə olunur. Bu kontekstdə ermənilərin saxtakarlıqları göz qabağındadır. Burada etnik mənsubiyyət verilmir, sadəcə ölkə adı oxşardır. Həmçinin erməni adı ilə Urartunun heç bir əlaqəsi yoxdur. İngilis dilinə tərcümə edildikdə erməni sifət kimi tərcümə olunur. Britaniya ensiklopediyasında da 16-cı əsrə qədər ingilis dilində erməni termini etnik məna kimi yox, Ermənistanın sakini kimi göstərilir. İkinci və üçüncü mətnlərdə isə müəyyən edicilərin özləri ölkəni göstərirlər. Bununla belə rus dilindəki bir çox müasir mətnlərdə bu sifət artıq erməni kimi tərcümə olunur. Əsil həqiqətdə coğrafi termin və ya toponim Armi, Herodot vaxtında Arman, Arminiya,
Erməniyə ərazi inzibati bölgü mənasında işlənib. Xristianlıq dövründə isə ərazidə yaşayan xalqların Qriqoryan konfessional toplusu mənasını daşıyıb və orta əsrlərdə haylar tərəfindən etnonim kimi mənimsənilir. Şərqi Anadoluda yerləşən Erməniyə ərazisi qədim zamanlardan başlayaraq bir sıra etnosların yaşayış məkanı olmuş Xetlər, Xurrilər, Urartular, sonradan Qəmərlilər və Saklar. Haylar isə bu əraziyə gəldiyi andan başlayaraq heç zaman burada çoxluq təşkil etməmişlər və kiçik koloniya şəklində yaşamışlar. Haylar Erməniyə ərazisinə gəldikdən öncə Semit olan və əcdadlarını Aram adlandıran Arameylərin güclü təsiri altında toplu kimi formalaşıblar. Haylar orta əsrlərdə ermənilər etnonimini mənimsəməklə bir neçə məqsəd güdmüşlər. Uydurma ermənilər adı altında avtoxton xalqların ərazilərini özünküləşdirmək, onların tarixini dırnaqarası Haylar tarixinə çevirmək, 6-cı əsrdə Justinianın inzibati islahatı ilə bağlı özlərinə legitimlik qazanmaq və həmin zamanlardan işlənilən Armeniya terminini çağdaş Hay ermənilərə aid etmək. Hayların ermənilər etnonimini əldə etməsi saxtakarlıq fəaliyyəti ilə yanaşı Erməniyədə yaşayan polietnik massivin əksər nümayəndələrinin dini mövqelərinin dəyişməsi ilə bağlıdır. Tanınmış tarixçi alim Diakonov, Haylar özlərini heç zaman Armenlər adlandırmamışlar. Məşhur erməni tarixçisi Adonts 20-ci əsrin başlanğıcında nəşr etdiyi Ermənistan Justinian dövründə adlı əsərində qeyd edir ki, ermənilər müxtəlif qəbilə, hətta irqi elementlərdən formalaşıb. Erməni müəllifi və tərcüməçisi Emin isə yazır, Haykanlar ermənilər deyil və tamam ayrı mənşəli xalqdır. Fransız mənşəli Rus alimi Ivan Chopin hesab edirdi ki, indiki Hay ermənilər parfların, Hayların və Yəhudilərin qarışığından əmələ gələn, öz mənsubiyyətini və doğma adını unutmuş xalqdır. Professor Kamran İmanov tarixi fakt və dəlillərə əsaslanaraq sübut edir ki, ermənilər, yəni Haylar, indiki Ermənistan, özlərinin dili ilə Hayastan adlandırılan əraziyə kiçik bir qövm kimi xristianlığın dövlət dini səviyyəsinə yüksəlməsindən sonra missioner kimi gəlmişlər. Həmin dövrdə bu ərazilər Qafqaz Albaniyasının tərkib hissəsinə daxil idi. Ümumiyyətlə, Armeniya tarixi cəhətdən nə deməkdir və burada əhali hansı dildə danışmışdı? İlk növbədə eramızdan əvvəl 5-ci əsrə müraciət edək və bu dövrün ən məşhur tarixçisi və sərkərdəsi Ksenofonun Kirin Anabasisi əsərinin tərcüməsi ilə tanış oluruq. Burada Ksenofon söyləyir ki, ellinlərin fikrinə görə bunlar Karduxların yaşadığı dağlar ərazisinə daxil olur. Bu xalqların adları qohumdur, çünki bu bölgədən keçənlər Ermənistana gələcəklər. Ksenofonun Anabasis mətnindən hansı nəticə əldə etmək mümkündür? Birincisi, Armeniyanın hökmdarı Aront Pers imperiyasının satrapıdır, yəni inzibati bölgü vahidinin başçısıdır və Pers kökənlidir. Armeniyanın ərazisi Pers çarının tabeçiliyindədir, halbuki Karduklar və onların torpaqları müstəqildir. İkincisi, Armeniya satrapı Arontun qoşununda Armenlər, Mardlar və Xaldeylər kimi Muzlular sırasındadır. Yəni qoşun Pers qoşunudur və qoşuna Muzlular əlavə olunur. Üçüncüsü, Armenlər Hay, ermənilər yox, Armeniya sakinləridir və qəbilələr ittifaqını təşkil edirlər.
Heç də Hay erməni tədqiqatçılarının irəli sürdüyü müasir anlamda Armeniya deyil. Üstəlik, onun Hay ermənilərin dövlət təsisatı kimi qələmə verilməsi ciddi tarixi saxtakarlıqdır. Və nəhayət, Armenilər heç də erməni tarixşünaslığının təqdim etdiyi indiki Hay ermənilər ola bilməz. Professor Kamran İmanov araşdırmalar zamanı bu qənaətə gəlir ki, birincisi, həmin dövrdə Pers imperiyasının satrapı və bu ərazi, yəni Qərbi Armeniyada Şərqi Armeniya kimi Pers çarının hökmranlığı altında idi. Qərbi Armeniyanın hökmdarı Tiribaz idi. İkincisi, satrap Tiribazın Pers qoşununda Xalib və Tauxlar, Muzlular var idi. Üçüncüsü, bu ərazidə Qərbi Armeniyada ünsiyyət dili kimi fars dili idi. Beləliklə, Ksenofonun verdiyi məlumatlara əsasən Şərqi Armeniyada hökmranlığı satrap Pers Aront, Qərbi Armeniyada isə satrap Pers Tiribaz. Üstəlik, Aront çar Artakserksin qaynatası, Tiribaz isə yaxın dostu olmuşdu. Çox güman ki, həmin dövrdə Armeniyanın əhalisinin əksəriyyəti üçün fars dili doğma dili idi. Belə şəraitdə hansısa Armeniya, Hayastan haqqında söhbət açmaq, tarixşünaslığa bunu daxil etmək, hətta Hay dövlətçiliyi haqqında araşdırmalar yaymaq həqiqətə uyğun deyil, saxtakarlıqdır. Qədim mənbələr Araks, yəni Aras çayını öz başlanğıcını Anadolu dağlarından götürən hidronim adlandırırlar. Bu, Strabonun və sonraki antik müəlliflərin əsərlərində də aydın görülür. Ancaq onlar bu adı nə Armeniya etnosu, nə də ki, indiki Hay ermənilərlə əlaqələndirmirlər. Yunan tarixçisi Ksenofona müraciət edək və onun yazdığı erkən antik Kirin Anabasisi əsərində Arpa su çayı haqqında məlumatları təqdim edək. Arpa su türk dilindəki hidroformatdır. Ancaq ermənilər 20-ci əsrin 50-ci illərində onun adını tərcümə edib Axuryan adlandırıblar. Bu çayın adı yuxarı axınında çoxlu arpanın bitməsi ilə bağlıdır və bunu 17-19-cu əsr səyyahlarının yazıları təsdiqləyir. Bəllidir ki, Arpa çay adlı iki çay mövcuddur və hər ikisi axaraq Kür çayı ilə birləşir. Ksenofon dövründən Strabon dövrünə müraciət edək. Strabon, coğrafiya əsərinin 2-ci fəslində yazır. Ermənilər, Suriyalılar və ərəblər təkcə dil baxımından deyil, həm də həyat tərzi, bədən quruluşu oxşarlığı, xüsusən də yaxınlıqda yaşadıkları üçün bir-birinə yaxındılar. Strabonun yazdıqlarından hansı nəticə əldə etmək mümkündür? Birincisi, Ksenofondan 5 əsr sonraki dövrdə Antioks, Selevkilər sərkərdələri Artaksi və Zaryadri tərəfindən ərazi artırılan Armeniyada fars danışıq dili Armey dili ilə əvəz olunub və hansısa Hay erməni dili haqqında heç bir işarə yoxdur. Bu isə Ksenofonun Armeniyada işlənilən Hay erməni dilinin olmaması məlumatını təsdiqləyir. İkincisi, Strabonun fikrincə Suriyalıların, ərəblərin və armenlərin, yəni ermənilərin dil yaxınlığı ilə yanaşı onların həyat tərzində, bədən quruluşunda qohumluğu və oxşarlığı mövcuddur. Prokopi Kesariski Tikililər haqqında kitabında Armeniya haqqında yazarkən müəllif Bizans imperatoru Justinianın etdiklərini xüsusi qeyd edir. Göstərir ki, imperator Sofofana burada yeni tikililər, müdafiə istehkamlar qurmuş və hərbi qarnizon yerləşdirmişdi. Kesariskinin yazısından tamamilə aydın görünür ki, Ksenofon dövründən təxminən 1000 il keçməsinə baxmayaraq, Armeniya ərazisində öncə olduğu kimi bir sıra xalqlar, qəbilələr yaşamaqdadır və Hay ermənilərin mövcudluğu haqqında heç bir məlumat yoxdur. Bu fakt bir daha Armeniya sözünün ilk növbədə ərazi, coğrafi ad olduğu tezisini təsdiqləyir. Ermənistan təbliğatı istər işğal dövründə, istər müharibə dövründə, post
müharibə dövründə yalan üzərində qurulub. Onların tarixi də saxtadır, keçmişi də saxtadır, dövlətçiliyi də saxtadır, mifologiyası da saxtadır. Sadəcə olaraq dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlər boyu burada yaşayıb. Və bilmirəm nəyə görə İngilis dilində, Rus dilində Hayastana Armeniya deyirlər. Çünki ermənilər özlərini Hay adlandırırlar. Öz ölkəsini Armeniya yox, Hayastan adlandırırlar. Bu tarixçilərin işidir. Mən bilirəm bunun səbəbini, amma yəqin ki, gərək Azərbaycan tarixçiləri də daha dolğun tədqiqatlar aparsınlar. Bugün də erməni yalanları, saxtakarlığı ifşa olunur, tarixi həqiqətlər gün işığına çıxır. Doğma Qarabağımız işğaldan azad olunduğu kimi, tarixi yer adlarımız da öz əvvəlki adı ilə bərpa olunacaq və haqq ədalət öz yerini tutacaq.